Təqva yəni insanın özünü nəzarətdə saxlaması. Təqva yəni bu ki, insan günah etmir. Günah edə bilər, amma günah etmir. Təqva yəni bu ki, insan əqlin və iradəsinin sayəsində gücü çatır, onda bir dənə mələkə, onda bir dənə mənəvi immunitet formalaşıb ki, iradəvi surətdə günahlardan çəkinir. Bir var insan günah eləyə bilmir. Bir var insan əlindən də gəlmir bir işlər görə. Amma bir var insan iqtidarındadır, gücü də çatır, eləyə də bilər, amma eləmir. İradə eləyir, eləmir bunu. İradəvi surətdə, şuurlu surətdə çəkinir. Günahlardan çəkinir. Buna təqva deyərlər. İradəvi surətdə dili Allah bəyənən şeyləri danışır. Gözü Allah bəyənənləri baxır. Qulağı Allah bəyənənləri eşidir. İradəvi surətdə dili bəyənilməyən məsələləri danışmır. Qulaqları bəyənilməyənə qulaq asmır. Gözləri bəyənilməyənə baxmır. Və mübarək Ramazan ayında Rəbbimiz bizim bu orucumuzun vacib buyurulmasının səbəbini belə açıqlayır ki, bunu ilə söz inşallah ki, ola bilsin ki, təqvaya çatmış olarsınız.